Son 15-20 gündür ki sizə yavaş-yavaş hər şeyi göstərirəm. Bir gün şəlaləni paylaşıram, bir gün meşəni, bir gün dağın içində hazırladığımız ərazini, təmizlik etdiyimiz vaxtları, daş daşıdığımızı, işıq çəkdiyimizi, hər şeyi olduğu kimi göstərirəm. Çünki istəyirəm bu festival siz də bizimlə birlikdə yaşayaraq görəsiniz. Bu aralıqsız yağan yağışlar səngidir. Bu gün hava çox qəşəng idi. İndi biraz günəş batıb, amma bulut var qabağında da. Biz də gəldik, həmin festival ərazisindəyik. Görüləsi işlərimiz var. Təbii ki, biraz iş çoxdur. Biz də artıq, yəni burada qalmaq olsa qala bilərdik, amma həqiqətən yağış bu aralar çox yağır. İndi isə istəyirik ki, o atmosferin içində Azərbaycan brendləri də olsun. Elə brendlər ki, sadəcə məhsul satmasın, orada yaşayan vibe'ın bir parçasına çevrilsin. Təbiətin ortasında, musiqinin içində yüzlərlə insanın olduğu bir ortamda özünü göstərmək istəyən brendlər üçün burada xüsusi stand zonaları yaratmaq istəyirik. Hətta yaratmışıq, orada sizi də görmək istəyirik və düzünü desəm, orada olan brendlərin çox başqa görsənəcək. Çünki bu adi bir şəhər eventi deyil. Burada insanlar sadəcə gəzmək yox, hiss etməyə gələcək. Əgər sən də brendini bu atmosferin içində görmək istəyirsənsə, bizə yaz. Çox böyük məmnuniyyətlə biz də sizi orada görməyi istəyərik.